Bu saçı daraq belə qəbul etmirdi. Bu saçın vəziyyətinə baxın. Sarı, quru, zədələnmiş və ucları bir-birinə dolaşmış vəziyyətdədir. Hətta darağı saçın üzərinə qoyuram, amma saç daranmır. Belə saçlarda ən böyük səhv bütün saça eyni proseduru tətbiq etməkdir. Çünki saçın kökü, uzunluğu və uclarının ehtiyacı eyni olmur. Bu saçda 4 mərhələli prosedurdan istifadə etdim. Bips plastika, kollagen, H-brush və Coffee Premium. Prosedurları saçın vəziyyətinə uyğun tətbiq etdikdən sonra ən vacib mərhələlərdən biri ütüdür. Amma zədələnmiş sarı saçda yüksək temperaturdan istifadə etmək olmaz. Saçın vəziyyətinə uyğun daha aşağı temperaturu seçərək ütünü saçdan kontrollu və düzgün texnika ilə keçirirəm. Məqsəd saçı yandırmağı yox, proseduru saça düzgün şəkildə tətbiq etməkdir. Və nəticəyə baxın, saç artıq daha rahat daranır, daha düz, parlaq və səliqəli görünür. Yəni düzgün məhsul, düzgün texnika, saçın vəziyyətinə uyğun temperatur, nəticəni məhz bunlar dəyişir.